Lənkəranın Kənarmeşə kəndi ərazisində son bir il ərzində üzə çıxan bu kök qalıqlarının palıd ağaclarına məxsus olduğu deyilir. Bir vaxtlar mövcud olmuş bu yaşıllıq zolağı illərlə Xəzər sularının altında qalmasına baxmayaraq bioloji eroziyaya tam məruz qalmayıb. Nəhəng ağac kökləri yerin dərinliklərinə nüfuz etdiyi üçün ləpələr onları digər ərazilərə doğru hərəkət etdirə bilməyib. Yaşlı kənd sakinləri burada meşənin olduğunu görməsələr də bu barədə babalarından eşitdiklərini deyirlər. Mən Əliyev Ağamoğlan Feyzullah oğlu, deməli Aşağı Nüvədi qəsəbəsində yaşayıram hal-hazırda. 75 yaşım var. Buranın meşəliyini hələ görməmişdim. Amma böyüklər danışırdı ki, bəli, bura meşəlik olub. Ona görə də bura Kənarmeşə kəndi deyilirdi. Kənarmeşə, yəni meşənin kənarı olan bir kənd kimi təqdim olunurdu. Mən heç vaxt görməmişəm ki, burada meşə olub. Amma dəniz çəkilə-çəkilə, dəniz çəkiləndən sonra o qum yavaş-yavaş, həm də qum da buradan indi bəli çəkilir. Nəticədə o ağacların artıq kökü üzə çıxır. Hətta orada çoxlu ağaclar var, böyük ağaclar, belə 1 metr yarım olan enində ağaclar var orada. O ağaclar yavaş-yavaş çıxır üzə. O, deməli, böyüklər bizə danışırdı ki, burada olub meşə. Amma biz görməmişdik. İndi artıq sübut olunur ki, bəli, doğrudan da burada artıq meşəlik olubmuş. Xəzər artıq bu dəmir yoluna qədər gəlmişdi. Çünki ona görə də burada şey tökürdülər, böyük daşlar tökürdülər, vaqonlar gətirib tökürdülər ki, dəniz artıq gəlməsin bu tərəfə. Amma sonra yavaş-yavaş çəkiləndən sonra o köklər üzə çıxdı, o ağacların kökləri üzə çıxandan sonra ağaclar artıq var orada. Onlar qumun altındadır, o ağaclar qumun altındadır. Böyük yoğuşlu, böyük 1 metr yarıma qədər olan ağaclar hətta onların adı. Onlar altındadır, qumun altındadır. Xəzər dənizinin Lənkəran rayonu Kənarmeşə kəndindən keçən hissəsindəyik. Burada da son illər dənizin geri çəkilməsi müşahidə olunur. Dəniz geri çəkildikdə isə gördüyünüz kimi bir zamanlar dənizin içərisində olan iri gövdəli ağaclar üzə çıxmağa başlayıb. Aşağı Nüvədi kənd sakini Şərifov Bəhram Əkbəroğlu. Dəniz, mən uşaq olanda biz o tərəf daha quru yerləri çox idi. Burada nisbətən 1 kilometrə qədər quru yerləridir. Cəmaət burada futbol oynayırdı, voleybol oynayırdı, cürbəcür hadisələri olurdu. Sonra da bu 95-ci ildən bu su gəldi, yavaş-yavaş qalxdı. Mənim qonşumun o dəniz qırağında taxta şalban gətirərdi Rusiyadan. Orada doğrardılar. Kətdə də ki, pomidor yığardılar da, pomidor, bostan bitkiləri, nə bilim nə. O yeşilzad düzəldərdi, satardı. O su elə gəldi ki, onun zadın bası gəlib çatdı, bura vururdu uşaq. O bir dəfəlik olmadı. Hissə gəlib çatdı. İndi də bu dəqiqə bir 3-4 il olar, bu dala çəkilir yenə, gedir. Bunun sirri qabaqlar cürbəcür deyirdilər. Mən də elə onlara qoşuluram. Deyirdilər, nə bilim, Aral gölünün suyu axıdılır Xəzərə, Xəzərin suyu artır, nə bilim nə. Onlar hamısı sonra Cəfəndiyaz çıxdı. Deməli, bu Xəzərin öz xüsusiyyətidir. Qurunç sular nə qədər çox olsa, çox yağsa, Xəzər yenə dolacaq. Lənkəran çayı dağdan gəlir. Burada meşələr var. Ya ki, palıd ağacları var, nə üzünlüyündə. Deməli, mən yadıma gələn deyirəm. Mən 56-cı ildə Gərməti Orta Məktəbində, məktəbə gedəndə onda su qalxdı. Dəhşət, o ağac, zat o qədər gətirdi ki, cəmaət həmin il heç, bunda qaz yox idi. Cəmaət gedirdi, bu ağacları yığırdı, evlərinə, həyətlərinə, havayı şeydi. Arırdı, il boyu yandırırdılar, qotarmırdı ya kişi, qotarmırdı o.
İndi o illərdən sonra mən getmişəm Bakıda olmuşam uzun müddət. Bakıda oxumuşam. Zat oxuduğum dövrlərdə bir dəfə də bu su bərk qalxdı. Çay qalxdı. Bu Üstəmordu Vələdi kəndini bastı. Bəli. O aşağıları. Onda küllü miqdarda ağac gətirdi. Mən Əhməd Əliyev. Onlar ola bilər 200 il, 400 il, 500 il bundan qabaq olub. Ona görə bu dəniz boyu, belə bu kənd boyu hamısı ağaclı bu. Amma indi hal-hazırda onlar yoxdur. Biz də böyüklərdən istiyoruz. O da ağacının. Əsasən palıdan. Yani burada hazırda yine de var da sahil boyu araziler. Bəli, bəli. Bura palıdır.